Azərbaycan cəzasını həmişə bax millət çəkir. Ona vaxtında 3 ildir ki, bu Xaraba Məhəmməd deyə kanalizasiya çəkirlər, çəkib qurtarmadılar. Göz görünən yerə kanalizasiya çəkirlər. Göl də bax yol səviyyəsindədir. Gəl indi bu su geçsin buradan. Göl də dolu, yol da dolu. Məhəlləni də su basıb, cəmaət suyu vurur çölə. Özü fövqəladanın özü vurur. Fövqəladan işçilərinə baxın. Məhəmmədli bildiyin xaraba qalıb. Çünki yiyəsizdir, yiyəsiz bir yerdir. Biri getdi, biri gəldi onun yerinə yığmalıdır, yeməlidir. O yeyib tutarmayınca, doymayınca bu Xaraba Məhəmmədliyə pul qoyulmayacaq. Kanalizasiya çəkilməyəcək. Gəl bir dənə bir levi qaz işlət, su işlət, adamın təpəsinə oturarlar. Torpaq tik, ev tik, torpaq qarala ki, bura mənimdir, adamın kökün kəsirlər ondan ötürü. Bütün hər şey tökülür adamın üstünə. Bütün qurumlar. Fövqəladasından tutmuş hamısı. Göl dolub. Bu qurun sularını çəkib dənizə boşaltmaq lazımdır da. Bunu eləmək lazımdır. Bunu eləyən yoxdur.